Herkese salam, Mafia kanalındasınız. Bugün kamera qarşısına keçməyimin bir neçə səbəbi var. Yəni, belə deyim, bir neçə mövzu haqqında danışacağam qısaca. Çox uzatmadan keçim o mövzulara. Yəni haralar deyəm, 17-18 gündə video atmıram. Başda 20 gün keçib bilmirəm. Hesab almamışam. Onun səbəbi odur ki, mən də bir neçə imtahana hazırlaşıram. Yəni düzdür, bu sizə ümid vermiş kimi olmayım. Videolarımı davam etdirəcəm. Biraz da belə deyim də setup qururdum. Daha professional çəkiş eləyə bilmək üçün və qurdum onu da. İndi belə göstərə bilməyəcəm, stolusu çox dağınıqdır. Amma həqiqətən də keyfiyyətli həm PDF-lar hazırlamışam, həm də belə deyim, 2 monitor falan, yəni yaxşıdır vəziyyət. O belə deyim, video baxımından problemim olmayacaq. Həm fizikadan, həm riyaziyyatdan ikisindən paralel gətirəcəm. Bu video çəkməyimin səbəbi odur. O videoları zaten atacağam, o başqa məsələ. Bu video çəkməyimin səbəbi şeydir. Müşahidə etdiyim bir neçə şeydən sonra sizə bəzi uyarılar vermək istəyirəm. Baxın, mən dediyim kimi 20 gündür video atmıram. Bu arada 3000 abunə oldum. Bunun üçün çox təşəkkürlər. Yəni bəlli ki, dediklərim abituriyentlərə faydalı olur. Mən dediklərimdən bir şeylər alıb günlük rutinlərinə əlavə edə bilirlər və bu məni çox sevindirir həqiqətən də. O mənim üçün problem deyil. Yəni az izlənmək mənim üçün problem deyil, daha doğrusu. Bir video az izlənsə, bir video çox izlənsin. Əsas odur, izləyənlər məndən bir şey götürə bilirmi? O önəmlidir. Yoxsa bir video 30.000 izlənsin, amma həqiqətən də boş bu video olsun. Sadəcə sizin 20-25 dəqiqənizi alsın. Yəni o video, yəni nə bilim, siz yəni vaxt keçirmək üçün belə deyim də, hər hansı bir seriala baxarsınız, əyləncəli bir serialdır. Onun yerinə o videoya baxarsınız, o sizi daha əyləndirir, o başqa məsələ. Amma yox, mən bundan nəsə öyrənmək istəyirəm deyə girib baxırsınız və o video həqiqətən sizə bir şey qatmırsa, baxmayın. Yəni başqa bir filmə ya da seriala baxmaq daha məntiqli deyə düşünürəm o baxımdan. Nəsə söhbət ondan getmir. Mən deyəcəyim şey odur ki, yenə yadımdan çıxartdım sözümü. Müşahidələrimə dayanaraq görürəm ki, axır vaxtlar YouTube-da benim tövsiyə videoları, abituriyentlər tövsiyə videoları çoxalıb. Bu pis bir şey deyil həqiqətən də. Yəni abituriyentlər fərqli belə deyim, baxış açıları öyrənməkləri, onlara fərqli uğurlu abituriyentlərin məsləhət vermək pis bir şey deyil həqiqətən də. Amma o məsləhət videosu həqiqətən də sizə faydasız olduqda, hələ ki sırf izlənmək üçün çəkildikdə, o biraz vaxt itkisi olur və həqiqətən də sizi səhv yönləndirə bilər bəzən. İndi bir-iki videoya baxmışdım. Biri deyirdi ki, məsələn, mənim potensialım buydu, bunu yığdım. Hamının potensialı belədir. Nə bilim, sizin limitiniz budursa belə eləyərsiniz. Sizin başınız bu qədər götürürsə, yəni bundan artıq yığanmazsınız falan fistan, bla 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 kimi sözlərdir. Həqiqətən bu görürəm ki, videoda bayağı bir izlənmişdi. Yəni mənim videolarım 300 qat izlənirdi. Görürəm ki, buna qatılan və həqiqətən də belə deyim də içində bu o sözlərdən sonra rahatlıq tapan çox abituriyent var. Yəni yığa bilmir OTK-da falan, güvənə gedir, yığa bilmir. O ümumiyyətlə də zəifdir, oxumur da. Çalışmır, çalışmağa ərinir və deyir ki, mənim potensialım budur. Onsuz da yəni mən gedirəm, yığıram, 140-150 yığıram, 300 yığıram bəlkə. 200 də pis bal deyil, amma yenə də. Hədəfi yüksək olanlar üçün az baldır. Yığıram, deyir ki, onsuz da mən bunu potensialım budur da. Yəni o videoya baxandan sonra deyir, potensialım buydu onsuz da, yəni yığamayacağam. Halbuki sən çalışmırsan, sən potensial deyə bir şey yoxdur. Limitlər hamısı başımızın içindədir. Baxın, bədəninizin limiti, beyninizin limitindən qat-qat aşağıdır. Limit burada qırılır. Beyninizə qoyduğunuz limitlər burada qırılır. Məsələn, mən falan şey eləyənmərəm. Birinci burada başlayır onu deyirsiniz. Yəni deyirsən ki, məsələn deyirəm, bir nümunə gətirim. Neçənci ildir bilmirəm, amma qaçış yarışları keçirilirmiş. Amma neçə metr deyil, 1000 metr deyəsən. Məsələn deyirəm, amma dəqiq bilmirəm. 1000 metri araşdırma eləyə bilər ki, tipli araşdırma. 4 dəqiqənin altında qaçsaz, yəni 4 dəqiqənin altında, yəni bir scientific olaraq, yəni elmi olaraq qaça bilməzsiniz 4 dəqiqənin altında. Və bu duyurulur da, kamuoyuna duyurulur, qəzetlərlə falan fistan. Deyirlər ki, siz bu 5 dəqiqə, 4 dəqiqənin altında heç kim 1000 metr qaça bilməz. Bu insan, yəni bir insan bədəni qaça bilməz. Çünki əgər 4 dəqiqənin altında qaçsa, yəni 3 dəqiqə məsələn 59 saniyə qaçsa, finish çizgisinə çatanda onun ürəyi partlayacaq. Ürəyi belə partlayacaq. Başa düşdün? Elə bir şey. Yəni buna inanır insanlar. İllərlə bir inanır. Axırda bir tip universiteti tələbəsi, İngiltərədə deyəsən, deyir yox, bu belə deyil. Belə olmamalıdır. Başlayır qaçır.
Qaçır 3 dəqiqə, yəni bu bir limiti beynində qırır. Başa düşürsən? O 4 dəqiqə limitini beynində qırır. Bəlkə də bədəni buna inanıb ha. Bədəni buna inanıb deyə heç kim 4 dəqiqənin altına düşə bilmir. Başa düşürsüz? Hamısı 4 dəqiqə, 1 4 dəqiqə, 2 4 dəqiqə. Yəni ən sürətli qaçıcılar belə bunun altına düşə bilmir. Amma bir tibb universiteti, qaçıcı olmayan bir tibb universiteti beynində bu limiti qırdığı üçün onun altına düşə bilir. 3 dəqiqə 59 saniyə. Bax ondan sonra hər kəs limiti qırmağa başlayır. O eləyəndən sonra başlayır qaçıcılar 3 dəqiqə 58 saniyə. Həmin limiti qıra bilməyən qaçıcılar 3 dəqiqə 58, 3 dəqiqə 57, 3 dəqiqə 56 qaça bilirlər. Amma nə idi? O zinciri qıran nə idi? Həmin bir adamın eləməyi idi. Başa düşürsüz? Yəni mən potensialım 400 baldır. Mən eləyənmərəm deyənməzsən. Bəlkə də sən potensialın 700 baldır. Sən onu elə, ondan sonra sənin dalına gələnlər də eləyəcək. Sən 700 bal yığ denən ki, sizin potensialınız budur. Hamımızın potensialı budur. Mən 700 bal yığmamışam, mən bundan danışmıram. Amma həyatın hər alanına belə deyim, uygulayanda bunu görürsən. Çıx çölə, bir-iki insanla mühattab ol, görərsən bunu. Okay? Bu problemli bir şey deyil. Sadəcə beyindəki limitlərinizi qırın. Söhbət bundan idi. Məsələn, buraxılışda mənim potensialım 250-dir, 220-dir. Niyə görə 300 olmasın da? Niyə görə olmasın? Bir baxıma indi tövsiyə verirəm də keçən il ki bu vaxtki özümə tövsiyə verirəm. Çünki düzdür mən başımda limitlər yox idi, amma o kaşçılar var idi ki, ağlımda marta gələndə deyirdim kaş yanvarda oxuyardım falan. Hələ 90 gün var da qabağınızda. 90 gündə çox şey dəyişdirə bilərsiniz. 90 gündə bax 0 deməyim. Oturub riyaziyyatı başdan ayağa çalışa bilərsiniz siz. Nə bilim Azərbaycan dilinin, ingilis dilini çalışa bilərsiniz. Sadəcə nə bilim gündə artıq şəkildə çalışmaq. Evə qapanmalısınız. Mən qapanırdım evə, hazırlıqları fırladırdım. Yəni birinə zəng edirdim ki, mən gəlməyəcəm. Belə. Amma yəni halbuki onun əvəzini çıxırdım. Hazır getmədiyim hazır. Məsələn, faydasız gördüyüm bir mövzuda, hazırda mövzu keçirilirsə, otururdum evdə, axşam yatmırdım, onun dərsini oxuyurdum məsələn. Fərqi yox idi. Mən onu bilirdim ki, oxuyacağam. Okay? Yəni uzun sözün qısası heç nə üçün gec deyil. Oturun plan qurun. Özünüzü tanıyın birinci. Məncə özünüzü tanımalısınız indiyə qədər. Bu video 9-lar onlar baxırsa özünüzü biriniz tanıyın ki, mən potensialdan danışmıram, amma mən gecə oxuya bilirəm, yoxsa gündüz oxuya bilirəm. Mən yatıram, yoxsa dururam. Mən neçə yatıram, neçə dururam. Mən beynim nə vaxt açıq olur. Mən neçə saat masada otura bilirəm. Bunu nətər genişləndirə bilərəm. Məsələn, 1 saat oturdum, bunu nətər 2 saata çevirə bilərəm. Disiplinimi nətər qura bilərəm. Nə bilim. Bu tip şeylər haqqında fikirləşin. 11-ə aid 11-ə otursun oxusun. Yəni 11-ə otursun bu dəqiqə. Yəni onlar bəhanəsi yoxdur. Onlar uşaq hərəkətləri eləyə bilməzlər. Otursunlar, başlayaq oxusunlar. Ki hansı ki mən elə eləyirdim. Bu çox da faydası olur bunun bu arada. Nəsə danışacağım bir şey buydu. Yəni demək istədiyim o ki, beyninizdəki limitləri qırın. O bəzi düzdür, həqiqətən faydalı videolar var YouTube-da. Amma hər insanın dediyində özünüzə götürməyin. Başa düşürsüz? Bəlkə də o potensialı o potensialını elə görüb. Ya da ki belə deyim də, ümumiyyətlə bizim cəmiyyətdə həqiqəti deyənlər daşlanır da. Daha çox sizə xəyal satanlar, daha çox sizin eşitmək istədiyiniz şeylər deyənlər daha çox izlənir, daha çox fame alır da, başa düşdünüz? Belə bir şeydir. Bu dünyanın bəlkə hər yerində belədir. Black Mirror-a baxanlarınız varsa, orada elə bir bölüm var idi. Yəni həqiqəti deyənlər dışlanırlar. Mən sizə həqiqəti deyirəm. Potensialınız nə olur olsun. Yəni biri daha zeki olar, biri daha az zeki olar. Biri bir dəfə oxuyanda başa düşür, biri 3 dəfə oxuyanda başa düşür. Amma halbuki o 3 dəfə oxuyanda başa düşən 3 dəfə daha çox oxusa, bir dəfə başa düşəndən eyniləşir də. Yəni həyat ədaləti deyil də, bunu nə qara bilərik. Həyat sizin əlinizdə olan bir şey deyil. Sizin beyninizin inkişafı sizin əlinizdə olan bir şey deyil. Bəziləri genetikdir, bəziləri uşaqlıqdan formalaşır. Bu belə bir şeydir. Sən 3 dəfə oxuyanda başa düşürsənsə, 3 dəfə oturub oxumalısan. Başqa şansın yoxdur. Başa düşürsüz? Bütün olay budur. Nətər deyim? Həqiqətən də bəzi şeylərdə üsyan eləməmək lazımdır. Bəzi şeylərdə oturub işləmək lazımdır. Oturub oxumaq lazımdır. Yəni belə deyim də, qəbullanın. Harda əskiyiniz var, qəbul. Məsələn, birinin bir gözü yoxdur, birinin burnu əyridir, birinin dişləri əyridir, birinin çələsi əyridir, birinin qulağı kepçədir, nə bilim. Qəbullanın və həyatı davam edin. Necə ki, sənin zəkan yoxdur, amma halbuki oxuyanda hamı bacarır. Mən oxuyuram, başıma girmir. Bir dəfə oxuyursan, 3 dəfə oxu, başına girəcək. Başa düşürsüz? Söhbət budur. Söhbət həmişə də bu olacaq. Mən elə eləmişəm. Mən yadıma düşür, neçənci sinif idi? 10-cu sinif idi. Məşğələyə təzə başladım. Fizika başıma girmirdi. Amma məsələn gözümün yaşın axıda o kitabın üstündə otururdum ki, mən bunu yazacağam. Başqa şansım yoxdur da, yazmalıyam. Yəni mən hədəfim böyüksə, yazmalıyam. 3 dəfə. Ondan sonra beynim açıldı. Çünki başdan təkanı verəndən sonra, həqiqətən də addım özünüzü axtarandan sonra bəzi şeylər
görürsüz ki, hə, mən zəkiymişəm əslində, sadəcə düzgün yönləndirmə almamışam. Mən düzgün yönləndirmə alandan sonra həqiqətən də gördüm ki, məndə var, bu işləyir. Və siz də düzgün yönləndirmə almaq məcburiyyətindəsiz. Bunu kəşf eləmək, yəni öz-özünə kəşf eləmək biraz çətin məsələdir. Danışacaqlarım biri buydu. Buraxış haqqında danışdımmı? Yetərincə danışdım, danışmadım bilmirəm. Baxın, yenə deyirəm, bu videoya baxırsınızsa, mən 140 gün və 120 gün qalmış videolar çəkmişdim. Onların təkrarı bir şey demək istəmirəm, vaxtınızı da almaq istəmirəm. Bir dərsiniz falan varsa heç bu videoya baxmayın. Çıxın bu dəqiqə gedin dərsinizi oxuyun, sonra baxarsınız. Heç ürəyiniz istəmir, baxmayın. Okay? Söhbət odur ki, mən 120-140 gün videosunda kanala girişərsəz görərsiniz. O videolarda nə eləməli olduğunuzu demişəm. Hələ də keçərli də olar. Həqiqət hələ də keçərli. Hələ də düz 60 gün qalmışa qədər keçərli. Bəlkə də 30 gün qalmışa qədər keçərlidir. Siz onları eləyə bilərsiniz. Məsələn, 120 gün qalanda gündə 1 saat yarım oxuyaraq onu çatdıra bilərdinizsə, 60 gün qalanda gündə 3 saat oxuyaraq çatdırması hər fəndə deyirəm. Məsələn, 3 9 saat eləyir. Başa düşdünüz? Deməyim odur ki, zaman sadəcə bir illüziyadır. Başa düşürsüz? Zaman sadəcə bir illüziyadır. Bu qədər vaxt qalıb bunu çatdırarammı? Bir ayda nə bilim riyaziyyat çatdırarammı? Bir ayda 12 düzdən 25 düzə qaldıraramı? Niyə də qaldırmayasan? Yəni niyə də qaldırmayasan? Sadəcə baxın, limitlərinizi çıxın. Bütün limitlər. Amma bir həftə, məsələn, bir həftə qalmış riyaziyyat 0, 125 yazaram. Yox. Amma bir ay qalmış 5 də yazarsan. Başa düşürsən, bu bir həftə qalmış da otur çalış. Söhbət ondan getmir. Söhbət ondan gedir ki, sən biri sən eləyənməzsən deyəndə qaza gəlməkdən getmir. O mənə eləyənməz dedi. Amma mən də eləyənməyəcəm. Mən də onun acığını eləyəcəm vəbşə. Söhbət odur. Söhbət odur ki, o sən eləyənməzsən deyir. Niyə görə deyir onu məsələn? Düşünür ki, ətrafındakı 10 nəfər eləyənməyib. O da düşünür ki, sən 11-ci nəfərsən, sən də eləyənməyəsən. Amma halbuki 10 nəfər beyninə limit qoymuşdu ki, o 10 nəfər də başqa 10 nəfərdən görmüşdü ki, onlar eləyənməyib. Başa nümunə axtarma. Məsələn, bu eləyib, mən də eləyərəm. Nümunə sən ol. Sən elə, başqalar da sənə baxsın ki, bu eləyib, mən də eləyərəm. Başa düşdünüz? Söhbət bundan gedir və bu riyaziyyata, tək riyaziyyata aiddir. Bütün fənlər, ədəbiyyata, tarixə, coğrafiyaya, nə bilim, imtahan verdiyiniz bütün fənlərə aiddir. Mən yadıma düşür, birinci kimyanı, birinci blokun kimyası 0 qoyub çıxmışdım. Çünki nə bilim elə belə getmişdim birinci blokka. Həm də ki, gördüm kimya mənlik deyil. Mən kimya dəhşət zəif idi də birinci blokda. Gördüm kimya mənlik deyil, boş qoyub çıxdım, 0 idi. Riyaziyyatın fizikam yaxşı gəlmişdi, kimya 0 idi və ixtisas seçiminə yəni yaxınlaşamırdım. İkinci şans tək şansım idi. Oturdum kimya oxudum, 0-dan 87 bal elədim. 87 bal kimya yazdım. Yəni amma yazsaydım orada 20-30 bal kimya yazacaqdım. Yəni mən bir ayda təqribən, əslində bir ay belə deyildi, başım qarışıq idi. 2 həftədə falan 50 bal, 60 bala yaxın kimya artırdım. Yəni bu o deməkdir ki, artırmaq olur. Hələ bu blok fənnidir ha. Buraxılış fənləri daha asan da olur və belə deyim, daha asan və bəsitləşdirilmiş olur. Proqramı da çox böyük deyil buraxılış fənlərinin. Okay? Yəni deməli eləyə bilərsiniz də. Deməli eləyə bilərsiniz. Mən çox böyük bir şey eləməmişəm. Çox da mən gecə-gündüz oxuyan biri deyildim. Amma eləyəndə eləmək olur. Son günə saxlasanız belə, yəni son aya saxlasanız belə, bu o demək deyil, son aya saxlayın. Amma vaxt nə qədər qısıldıqca bu sizi dala çəkməsin. Vaxt azalır, sən iradən artsın. Masaya oturmağı bil. Nə bilim, davam eləməyi bil. Mən də imtahanlarım var. Universitetdən əlavə 1-2 imtahanım da var. İndi bunlardan danışmaq istəmirəm. Onlar da eləmək lazımdır. Yəni onları da hazırlaşıram mən. Videoda çəkirəm. Çəkirəm sadəcə kompüterdə editləməkdir, bla bla bla, facecam zadıdır. Uzun çəkir biraz. Amma problem yoxdur, onu atacağam, bitirəcəm. Yəni nə danışdım 14 dəqiqə bilmirəm, amma ümid edirəm faydalı oldu. Ümid edirəm dediklərimdən götürə bildiniz. Baxın, yenə deyirəm. Problem buraxılışdırsa, sizin üçün problem buraxılışdırsa, bal falan deyilsə, yəni mən buraxılışa nə varacağımı bilmirəmsə, açın, 3 dənə vərəq açın, 3 dənə vərəq. Birinin başına yaz Azərbaycan dil, birinin başına yaz riyaziyyat, birinin başına yaz ingilis dili. Neçə bal hədəflədiyini yaz. Məsələn, deyirəm 260 bal. Yazırsan başına 260, üçünün də başına yaz. Başda 1-1, 1-2, 3, 4, 5 sırala bütün vərəqlərə mövzuların adını yaz. Azərbaycanda düşəcək mövzuların, ingilisdə düşəcək mövzuların, riyaziyyatda düşəcək mövzuların. Yazdım. Yazıb bitirdin. Yazıb bitirəndən sonra başda nə? Riyaziyyatın mövzularını yazdın, ingiliscə mövzularını yazdın. Hansı riyaziyyatın hansı mövzuların yaxşı bilirsənsə, onun qabağına plus at. Yaxşı. Yəni mən bu mövzudan sual düşsə yazacağam. Buraxılış səviyyəsində yazacağam.
Ha, Plusat keçsin. Plusat. Məsələn deyirəm, 28 mövzu var da deyəsən riyaziyyat. Yoxsa fizikada 28 mövzu idi. Bilmirəm. Deyək ki 25 mövzudur. Bu dəqiqə onu saya bilərəm məsələn. Bir dəqiqə sayım beynimdə gəlirəm. 28 dənə edir təqribi. Bir ikisini atlamışam ya da artıq saymışamsa bilmirəm. 28 mövzu. 28 mövzunu yazın. Məsələn, asan mövzular var da, kompleks ədədlərdir, naturaldır, adi onluğudur, nə bilim, ilk mövzular da çünki onlar biz əvvəldən keçirik. 6 sinifdən siz adi onluq natural keçirirsiniz də. Sizin üçün problem olmaz məncə. Hə. 28 mövzudun məsələn 14-nə plus atdın. 14-nə plus atdın ki, buradan sol tuşdan mən yazacağam. Mənim üçün problem deyil. Qalan 14-ü. Qalan 14-dən minus atdın. Qalan 14-ü üstündə bir çalışma planı qur. Məsələn deyirəm, bu videonu neçə gün qalmış izləyirsən bilmirəm. Amma fərqi yoxdur. Neçə gün qalır olsun. 14 gün qalsa belə fərqi yoxdur. 14 mövzunu hər gün bir mövzu işləyəsən də. Hər gün bir mövzu. Otur, çalış. Hardan çalışacağını, yəni bütün kanala bir göz açacağız. Hər demişəm onu. Yəni bütün fənlərdə demişəm, üçündən də demişəm. Onun üçün təkrar olmasını istəmirəm. Kanala baxa bilərsiniz. Okay. Baxın. Orada 14 mövzudur. Məndə də diqqət eksikliyi və hiperaktivite bozukluğu var deyəsən. Yəni garantidir. Onu teşhis etdirəcəm. Amma gedim həkimə çıxım ondan sonra. Hə, 14 dənə mövzudur. 14 mövzuda minus atdın. 14 mövzuda çalışma planı qur. Məsələn deyirəm, bərabərsizliyə 2 gün ayır, amma trigonometriyə 4 gün ayır. Loqaritmiyə 3 gün ayır, çoxüzlüyə 3 gün ayır. Nə bilim, mövzunun böyüklüyünə və sən orada ondan olan anlayış. Məsələn, trigonometriyədə 0-san, ona 7 gün ayır. Nə bilim, bərabərsizliyi biraz bilirsən, amma tam deyil, yəni düşsə paputudur sən yazıb yazmamağın, 3 gün ayır ona. Çoxüzlüdən heç anlayışın yoxdur, ona da 7 gün ayır. Başa düşdünüz? Belə nizamlamağı bilin. Yenə də ingilis dilindən danışıram. Case of Nose çox qəşəng bilirəm, amma nətər deyim? Jairon'da bilmirəm məsələn. Jairon'da su kimi idi, amma Jairon'da bilmirəm. Jairon'da 3 gün ayır, Case of Nose'a 1 gün ayır. Bu tip şeyləri bölməyi bilin və sınaq rutini oluşturun. Hər gün səhər duranda 2 mətn. Ya da artıq qrammatika mövzularınız hamısı hər gün səhər duran kimi mətn işləyin. Ümumi sınaq işləyin, ümumi sınaq mütləq. Fərqi yoxdur, harda işləyirsiniz işləyin. Təmodu 30 sual formatına alışın. Fərqi yoxdur. Sonra deyəcəyim başqa bir şey yoxdur yəqin ki. Bu qədər. Təşəkkürlər izlədiyiniz üçün. Çıxın, limitlərinizdən çıxın. Bu qədər bəsit.